Moped idarə edənlərin diqqətinə, Azərbaycanda mopedlərlə bağlı yeni qaydalar qüvvəyə minib. Yol hərəkəti haqqında qanuna 2025-ci ilin dekabrın 9-da edilən dəyişikliklər 26 mart 2026-cı ildən tətbiq olunur. Yeni qaydalara əsasən, moped idarə etmək üçün artıq A1 kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. Bundan əlavə, mopedlər dövlət qeydiyyatına alınmalı, qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı ilə təmin edilməlidir. Qanuna görə maksimal sürət saatda 50 km-dən çox olmayan və mühərrik həcmi 50 kub sm qədər olan 2 və ya 3 təkərli nəqliyyat vasitələri moped hesab edilir. Yeni tələblərə əsasən moped sürücüləri yol nişanlarına əməl etməli, mümkün qədər yolun sağ zolağı ilə hərəkət etməli və idarə etməyə mane olan yüklər daşımamalıdır. Qeyd edək ki, dəyişikliklər Prezident İlham Əliyevin imzaladığı sənədə əsasən qüvvəyə minir.